Yəni Azərbaycanda, yəni səhər açılanda siz bilirsiniz, bizdə gecə olur, şirkətlə, yəni çalışdığım televiziya ilə əlaqə qururdum. Birdən orada eşitdim ki, Azərbaycan ordusu şəhid verib, daha doğrusu ermənilər Azərbaycanlıların dinc yaşadığı ərazilərə, insanlarımızın evlərinə hücuma keçiblər və sözsüz ki, bu xəbər bizi təsirləndirdi. Amma bugün səhər camiyə gələrkən, açılışa gələrkən sadəcə xəbər olaraq cəbhədə bir toqquşma var xəbərini eşitmişdik. Amma camidə olarkən, yəni Sayın Cumhurbaşqanı ilə yaxınlaşarkən və onunla müsahibə götürməyə biraz qalmış, Aytən kameramanımız Aytən telefonunda mənə göstərdi ki, gəlir 12 şəhidimiz var. Və biz müsahibəyə hazırlaşarkən eyni anda şəhidlərimizin olduğu xəbərini aldıq. Və mən Azərbaycandan kənardayım, 5 ayda Azərbaycandan kənardayım və vətən həqiqətən çox gözəldir insan üçün. İnsan bunu vətəndən kənarda qalanda daha çox hiss edir və vətəninin darda olduğu gün insan üçün ən çətin gündür. Və mən də o şəhidlər xəbərini alarkən və bununla bağlı soru sorarkən duyğulandım və sözsüz ki, bir jurnalist olaraq, qəzetçi olaraq əslində mən hisslərimi bildirməməliyəm, amma nəzərə alın ki, mən də bir anayam, qadınam və mənim də 2 övladım, 2 oğlum var. Sabahın əskərləri mənim oğlanlarımdır və duyğulandım vətənimin dar gününə və mən düşündüm ki, o 12 şəhidin anasının yerində özümü hiss etdim. O 12 şəhidin bacılarının yerində özümü hiss etdim və onları da öz ailəmdən biri bildim. Biz Azərbaycan mətbuatında şəhid xəbərinə çox həssas yanaşırlar və biz tez-tez Türkiyə mediasından şəhidlərin olduğu xəbərini alırıq. Mən həm də Azərbaycanda öz kanalımda sunucu idim. İnanın ki, mən hər dəfə Türkiyədə şəhid xəbərini verəndə öz həssaslığımı göstərirdim. Yəni bu təbii olan bir hissdir. Yəni mən bunu sonradan heç cür edə bilmərəm. Yəni necə şəhid var deyib ona sadəcə keçmək olar. Yəni şəhid bizim canımızdır, qanımızdır, bizim ailəmizdən, özümüzdən birisidir. Və düşünürəm ki, biz nə qədər jurnalist olsaq da, qəzetçi olsaq da, bu o demək deyil ki, biz hisslərimizi öldürməliyik. Biz xəbərə sadəcə olaraq, bu xəbər də deyib keçməliyik. Mən hesab edirəm ki, insan birinci olaraq öz insanlığını qorumalıdır və insanlığın yanında qəzetçiliyi, özünün çalışdığı o əməyini yəni ortaya gətirib ərsəyə gətirməlidir. Və vətən hər şeydən üstündür. Vətənə görə insan canından keçməyi bacarmalıdır və xəyanət etmək olmaz vətənə. Nə olursa olsun, vətən sənin canındır, qanındır. Çünki bizim vətənimiz olmasa biz kimə gərəyik? Və Amerika kimi böyük dövlətlərdə insanlara dövlətlərinə, yəni vətəninə görə insanlara hörmət edirlər. Sənin əgər vətənin olmasa, sənin dövlətin olmasa, sən bu dünyada kimə gərəksən? Türkiyə prezidenti Recep Tayyip Erdoğan'ı Azərbaycanda həqiqətən də çox sevirlər. Çünki Türkiyə hər addımda Azərbaycanın yanındadır. Hər problemimizdə bizə həmrəydirlər, bizə sirdaşdılar. Və sözsüz ki, mən gözləmirdim ki, Recep Tayyip Erdoğan bu cür yəni həssas yanaşsın yəni mənim hisslərimə. Amma mən təşəkkür eləyirəm. Ən azından o mənim timsalımda Azərbaycan qadınlarının, Azərbaycan analarının bugün keçirdiyi hissi hiss etdi və dünyaya çatdırdı.